Mərkəzin layihəsi elə hazırlanıb ki, sanki qapalı məkanda deyilsən. Bir tərəfdə quşların cəhcəhi, bir tərəfdə bax bu cür yaşıllıq, eyni zamanda fontan, su səsi. Sanki təbiət qoynunda dincəlirsən. Burada 10, 25, 50 və 300 metrlik atış poligonları inşa edilib. Dünyada ilk dəfə olaraq məhz Bakı Atıcılıq Mərkəzində bu poligonlar bir məkanda birləşdirilib. Bu özəlliyinə görə də Beynəlxalq Atıcılıq Federasiyası Azərbaycana xüsusi təşəkkürünü bildirib. Mərkəzin layihəsi hazırlanarkən memarlar müasirliklə komfortun bir arada və daha yaxşı olması üçün ən kiçik detallara belə xüsusi həssaslıqla yanaşıblar. Müxtəlif ölkələr bu layihəni reallaşdırmağa çalışırdı. Amma ilk olaraq bu cür idman mərkəzi məhz Bakıda tikildi. Əminliklə deyə bilərik ki, Bakı Atıcılıq Mərkəzi böyük yarışlara, dünya, Avropa çempionatlarına ev sahibliyi edəcək ən ideal şəraitə sahib bir arenadır. Mərkəzin layihəsi hazırlanarkən binanın havalandırılmasına və işıqlandırılmasına xüsusi diqqət ayrılıb. Mərkəz gündüz vaxtı bax bu cür təbii gün işığı ilə işıqlandırılır. Yəni əlavə enerjidən istifadə olunmur, həm də təbii gün işığı görmə baxımından daha xeyirlidir. Tamaşaçıların yarışları rahat izləməsi üçün binada gözəl şərait yaradılıb. Görmə bucağı elə seçilib ki, oyunları izləyənlərin gözləri yorulmasın. Burada yarım qapalı atış poligonları da xüsusi layihələndirilib. Belə ki, idmançılar istənilən hava şəraitində hədəfi maneəsiz görə bilirlər. Atıcılıq mərkəzi ümumilikdə 19,6 hektar ərazini əhatə edir. Vüsal Qaraca, Turan Mustafayev, Lider TV.